Salam hörmətli abituriyentlərimiz. Azərbaycan dili fənni üzrə çətin tipli və maraqlı sualların izahı ilə davam edirik. Gəlin 5-ci sualımıza baxaq. Uyğunluğu tapın. Saitlər və samitlər haqqındadır. Bu sual çətin deyil, nisbətən asan sualdır və təkrarlamaq üçün yaxşı olar. Deməli, gəlin baxaq. Saitlər haqqında yazılıb. Küylü ola bilər, heca yaradır, uzun tələffüz olunmur. Samitlər haqqında yazılıb. Hecanı formalaşdırır, musiqili səslərdir, avazlı ola bilir. Baxın yoldaşlar. Deməli, avazlı ola bilir xüsusiyyəti daha çox saitlərə aiddir. Avazlı olur xüsusiyyəti. Amma eyni zamanda samitlər avazlı ola bilir. Bu baxımdan 6 samitlər üçün yanlış deyil, doğrudur. Musiqili səslərdir, saitlərə aiddir. Deməli, 5 yanlış fikirdir. Bu baxımdan 5-i biz götürə bilmərik. Hecanı formalaşdırır. Bəli, saitlər hecanı yaradır, samitlər isə hecanı formalaşdırır. Bu baxımdan samitlər olan hissədən sadəcə 4 və 6-nı götürə bilərik. Saitlərə baxırıq. Uzun tələffüz olunmur. Xüsusiyyəti yanlışdır. Saitlər uzun tələffüz oluna bilər. Hecanı isə saitlər yaradır. Küylü olmaq xüsusiyyəti samitlərə aiddir. Bu baxımdan cavab nə olar? 2, 4 və 6. B variantı testimizin cavabıdır. Gəlin 6-cı suala baxaq. Tələffüz şəkli yanlış olan sözü göstərin. Püstə yazılır, püstə deyilir. Kontakt yazılır, kontakt oxunur. Kəfkir yazılır, kəfkir oxunur. Alqışdan maq yazılır, alqışdanmaq oxunur. Sayıqlayan, baxın yoldaşlar. Sayıqlayan yazılır, sayıqlayan oxunur. Yəni, ikinci A saiti qapalı I saitinə keçməli idi, amma keçməyib. Səhv elə buradadır. E variantı 6-cı sualın cavabıdır.